salamlayır. Bu günləri böyük tarixi sənətkarımızın 140 illik yubileyini Ağdaş şəhər Abrel musiqi məktəbində qeyd elədik. Nə xoş bizə, nə gözəl. Üzeyir bəy səhifələrini, Üzeyir bəy həyat yaradılarını vərəqləmək nə xoşdur. Çünki bu səhifələr, bayaq ümumi liderimiz dediyi kimi, bizim Azərbaycan xalqının özünü tanımasında çox böyük rol oynayır. Mən ümumi liderimizin sözlərinə qulaq asdıqca, onun böyük sənətkarımız haqqında dediyi cümlələrə qulaq asdıqca bir anda fikirləşirdim ki, bu böyük sənətkara qiymət verən insan heç də bizim sənətimizin sahibi olmuyor. Amma Üzeyir bəy haqqında dediyi bütün sözlər sanki bir profesional musiqi xadiminin dediyi sözlərdir. Bütün yaradıcı heyətə burada ən böyük işləri görən o yaradıcı heyətə bir rəhbər kimi özlərinin təşəkkürümü bildirirəm. Bütün komissiya üzvlərinin özlərinin təşəkkürümü bildirirəm. Nəsə belə desəm, bugünkü tədbirdə bir fərqlilik hiss elədim. Yalnız o mənim düşüncəm. Yəqin siz də hiss elədiniz ki, bugünkü tədbirdə bir fərqlilik var. Bugün biz əgər həyatda baş verən inteqrasiya ilə, inkişafla ayaqlaşmaq istəyiriksə, hər dəfə tədbirimizə fərqli bir fərqlilik gətirməliyik. Artıq o keçmiş illərdəki tədbirlərdən fərqli olaraq. Çünki cəmiyyət bir gün artıq çox inkişaf edir. Ona görə də bütün komissiya üzvlərinə, bütün yaradıcı heyətimizə həm o fərqliliyi yaratdığı üçün, həm də ümumən mən bunu dəfələrlə deyirəm. İndi biz burada əyləşdik, hər musiqi nömrəsinə baxmaq üçün cəmi 3 dəqiqə, 4 dəqiqə vaxt sərf edirik. Amma mən başa düşürəm ki, bu musiqi nömrələrinin hazırlanmasında, səhnə arxasında, ümumiyyətlə tədbirə qədər nə boyda əziyyətlər çəkir. Bütün əziyyət çəkən müəllimlərimizə, yenə deyirəm, bütün komissiya üzvlərinə çox minnətdarlıq edirəm, özlərinin təşəkkürümü bildirirəm. Və bilirsiniz, bu il sona qədər Üzeyir Hacıbəyev elan olunub, 140 illə bağlı tədbirlər keçirilir. Deyə bilərsiniz ki, mənim 18 ildə musiqi günü, amma biz bugün 20-ci tarixdə keçirdik. Yəni,